Hər birinizi salamlayıram. Mən İstərəm Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün sizinlə növbəti dərs videosunun izahını paylaşırıq. Mövzumuz Azərbaycanın 20-ci əsrin 20-40-cı illərində, yəni Azərbaycanda Sovet rejiminin qurulması və 2-ci Dünya müharibəsi illərində Azərbaycan mövzusu da daxil olmaqla. Baxaq görək mövzumuzun içərisində nələr var və biz nələrdən danışacağıq. Birinci danışacağıq Azərbaycanda Sovet rejiminin qurulması, necə olacaq Azərbaycanda bu sistem qurulacaq. Belə ki, yazaq Sovet rejimi. Bu mövzunun içərisində biz hansı tərkib hissələri görəcəyik? Birinci, 1920-ci il 28 apreldə Azərbaycanda Sovet rejimi qurulacaq. Yəni, Azərbaycan Xalq Cümhuriyyəti süqut eləyir və Azərbaycan Sovetləşir. İkinci respublikamız başlayır. Azərbaycan Sovet Sosialist Respublikası. 1920-ci il 28 apreldən 1991-ci il 18 oktyabr daxil olmaqla Azərbaycanda 2-ci respublika dövrü hesab edilir. 2-ci respublika qurandan sonra Sovetlər bizdə, baxaq görək idarəetmə sistemi necə dəyişiblər, yəni qanunverici və icra edici orqanlarımız hansılar olub. Azərbaycan Sovetləşəndən sonra ilk dövrlərdə qanunverici orqanımız olub Azərbaycan Müvəqqəti İnqilab Komitəsi. İcra edici orqanlarımız isə, daha doğrusu orqanımız Azərbaycan SSR Xalq Komissarları Soveti. Bunun da rəhbəri olub Nəriman Nərimanov. Ümumiyyətlə, Sovetləşmə baş verəndən sonra, 1920-28 apreldən sonra Azərbaycanda gördüyünüz bu iki qurumun hər ikisində yalnız Azərbaycanlılar təmsil edilib. Yəni, ilk dövrlərdə Sovet Rusiyası bunu göstərməyə çalışıb ki, biz əslində sizin müstəqilliyinizə təhlükə deyilik, biz sizə bir problem yaratmaq istəmirik. Ona görə də AXC-nin yerində qurduğumuz dövlətdə bütün idarəetmə işlərini elə Azərbaycanlılara vermişik 1920-də. Daha sonra ümumi bu prosesin tərkib hissəsində biz nə görəcəyik? Sovetləşdi, qanunverici və icra edici orqanlarımız quruldu. Onlar qurulandan sonra konstitusiyamız qəbul ediləcək. 1921-ci ilin may ayında 1-ci Ümumi Azərbaycan Sovetlər Qurultayında Azərbaycan Sovet Sosialist Respublikalarının 1-ci konstitusiyası qəbul edilir. İlk konstitusiyamıza əsasən qanunverici orqan olan Müvəqqəti İnqilab Komitəsi ləğv edilir. Onun yerinə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yaradılacaq. Yenə icra edici orqanımızda olacaq Azərbaycan SSR Xalq Komissarları Soveti, yenə onun da rəhbəri Nəriman Nərimanovdur. Birinci konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanda Sovet milli dövlət quruculuğunun formalaşmasının birinci mərhələsi başa çatır. Hüquqi cəhətdən formalaşmasının artıq konstitusiyada var. Tamamilə hüquqi cəhətdən formalaşmanın birinci mərhələsi bitəcək. Məhz bu konstitusiyada bizə onu göstərəcək ki, konstitusiyaya görə hakimiyyətin mənbəyi xalqdır. Bütün yeraltı, yerüstü sərvətlər də hər biri xalqa məxsusdur. Bu da konstitusiyamıza əsasəndir. Növbəti Azərbaycan SSR-nin konstitusiyası 1937-ci ildə qəbul ediləcək. 37-ci ildə artıq ikinci konstitusiyamız qəbul edilir. İkinci konstitusiyamıza əsasən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi ləğv edilir. Onun yerinə artıq qanunverici orqanımız adlanmağa başlayır. Azərbaycan SSR Ali Soveti. Ali Sovet. İcra edici orqanımız da yenə eynidir. Və ikinci konstitusiyaya əsasən Azərbaycanlı anlayışı gəlir. Yəni, Türk adı artıq Azərbaycanlı adı ilə, Türk dili də artıq Azərbaycan dili ilə əvəz edilmiş olacaq 1937-ci il konstitusiyamıza əsasən. Yenidən qayıtsaq 20-ci illərə, indi bizdə Sovet rejimi qurulur. Soruşarsınız ki, bəs bu qurulan rejim həqiqətən xalq tərəfindən dəstəklənirmi? Yəni, heç mi buna qarşı bir çıxışlar yoxdur, heç mi bir etirazlar yoxdur? Var. Azərbaycanda 1920-1921-ci illərdə, 20-ci ilin may ayından başlayaraq Sovetləşməyə qarşı üsyanlar var. Sovetləşmə əleyhinə üsyanlar. Bu üsyanlar harda olub? Gəncədə olub, Qarabağda olub, Şəkidə olub, Zaqatalada olub, Şəmkirdə olub
Daha sonra Lənkəranda olub və digər ərazilərimizdə 20-ci ildə Sovetləşməyə qarşı üsyanlar baş verib. Bu üsyanların əsas hərəkət verici qüvvələri keçmiş AXC Milli Ordusu, bir də təbii ki, yerli əhalinin iştirakı ilə baş vermiş üsyanlardır. Amma ümumi digər bütün üsyanlarda da aşağı-yuxarı gördüyümüz səbəblər burada aiddir ki, niyə üsyan uğursuzluğa düçar olur, niyə yatırılır, niyə hər hansı bir əhəmiyyətli dəyişiklik görmürük. Çünki mütəşəkkildir, lokal xarakter daşıyır, pis silahlanıb, vahidi rəhbərliyi yoxdur. Bütün bunlar hər biri həmin üsyanların məğlub olması ilə nəticələnəcək. Təbii ki, bu üsyanlardan sonra ümumiyyətlə 20-ci illərdə Rusiya Azərbaycanda öz rejimini qurandan sonra repressiyalar həyata keçirməyə başlayacaq. 20-ci illərdə biz həmin bu repressiyaları görəcəyik, yazaq bura. Repressiyalar, əsasən repressiyalara məruz qalanlar kimlərdir? Keçmiş AXC-də iştirak edən dövlət xadimləri hansı Azərbaycanda qalmışdı onlar. İndi bəziləri Paris Sülh Konfransına gedib sonra qayıda bilməmişdilər daha doğrusu. Onlar qalırlar həmin Fransada, digərləri isə artıq Azərbaycanda və yaxud başqa bölgələrdə repressiyalara məruz qalır. Daha sonra keçmiş AXC Milli Ordusunun hissələri repressiyalara məruz qalacaqlar. Yəni 20-ci illərdə bu repressiyaları biz görəcəyik. Daha sonra bu dövrdə nə danışacağıq? Sovetləşdi, üsyanlarımız baş verdi. Ondan sonra Rusiya təbii ki, başlayacaq sovetləşməni daha da qanuni şəklə salmaq üçün bəzi dekretlər verməyə. Biz buna deyəcəyik 1920-ci il may-iyun dekretləri. Dekretlərin mahiyyətləri nədən ibarətdir? Qısa şəkildə burada qeyd edəcəm. Belə ki, bir dekretə əsasən bütün mülki və hərbi rütbələr ləğv edilir. Hər kəs bir adnan Azərbaycan vətəndaşı adlanmağa başlayır. Yəni bəy, ağa, yəni belə kimi xan, titul və rütbələri biz görməyəcəyik bundan sonra. Hamı da sıravi Azərbaycan vətəndaşı. Keçmiş AXC ordusu, milli ordu ləğv edildi. Onun əvəzinə yerlərdə fəhlə kəndli milisi yaradıldı. Xalq məhkəmələri təşkil edildi və xalq məhkəmələrinə əsasən fəhlilər və kəndlilərdən ibarət nümayəndələr seçiləcəkdi. Milliləşdirmə həyata keçirildi yenidən. Azərbaycanın nefti olsun, Xəzər ticarət donanması, banklarımız, digər əsas fərdi sahibkarlıq müəssisələri milliləşdirildi və birbaşa verildi dövlətin sərəncamına. Bu da həmin dövr üçün həyata keçirilən dekretlərdən bir neçəsidir, yəni bir neçəsi olaraq göstərə bilərik. Sonra torpaqlar keçmiş bəy, ağa, vəqf, kilsə torpaqları müsadirə edildi və pulsuz şəkildə kəndlilərə paylandı. Hər biri 20-ci il may-iyun aylarında həyata keçirilmiş dekretlər hesab edilir. İndi 20-ci ildə 28 apreldə Azərbaycanın böyük bir hissəsi sovetləşir, lakin sovetləşmədən kənarda qalan bir dənə ərazi olur, o da Naxçıvan. Yəni bir dənə burada qeyd eləyək ki, Naxçıvan Azərbaycanda ən gec sovetləşən bölgədir. İndi Naxçıvan barədə də danışanda o proseslərin içərisində qeyd eləyəcəyik bunları. Sonra nədən danışaq? Birinci mövzumuzda Sovet rejiminin qurulması məsələsində onu qeyd eləyəcək ki, ümumiyyətlə Azərbaycanda bu rejim qurulandan sonra bir müddət əsasən də 20-ci əsrin 20-ci illərinin sonuna qədər Azərbaycan bu Mərkəzi İcraiyyə Komitəsinə, bunlar hər biri formal qurumlar idi. Yəni Xalq Komissarları Soveti olsun, Mərkəzi İcraiyyə Komitəsi olsun, hamısı birbaşa Moskvaya tabe idi və Moskva da bu tabeçiliyi Azərbaycanda Kommunist Partiyasının əli ilə həyata keçirdi. Çünki bir dənə partiya icazə var idi, o da Kommunist Partiyası idi. Kommunist Partiyasının rəhbərləri isə əsasən qeyri-Azərbaycanlılar təmsil edilirdilər, təşkil edilirdilər. Orada onlar bizə rəhbərlik edirdilər. Ona görə qeyd olunur ki, 20-ci əsrin 20-ci illərinin sonlarına qədər, hətta 30-cu illərin əvvəllərinə qədər Azərbaycanın rəhbərliyində qeyri-Azərbaycanlılar olub, ümumi Kommunist Partiyası nəzərdə tutulur. Amma 1929-cu ildə birinci katib vəzifəsi yaradılacaq. Birinci katib, yenə də 4 il birinci katib vəzifəsində Azərbaycanı qeyri-Azərbaycanlılar təmsil edəcək. Amma 1933-cü ildə Mircəfər Bağırov gələcək və birinci katib təyin ediləcək. 1933-dən 1953-cü ilə qədər 20 il müddətində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışacaq və öz ölkəsinə xidmət edəcək. Yaxşı və pis, bu artıq bir müzakirə mövzusudur, ona girmirik. Bu belə, Sovet rejimimizi qurduq. Ondan sonra davam edirik nəyə? Bu hissədə bizdə var Azərbaycanın formal müstəqilliyinin ləğvi və ərazi bütövlüyümüzə qəsdlərin həyata keçirilməsi.
Formal müstəqilliyin ləğvi nə deməkdir? Yəni biz düzdür, Sovet rejimi quruldu bizdə 1920-28 apreldə. Yəni biz formal olaraq müstəqil idik. Onsuz da bütün hər bir şeyimiz Rusiyaya daşınırdı, bizi idarə edirdi. Rusiya birbaşa mərkəzdən, Moskvadan göstəriş gəlirdi və onun əsasında biz idarə edilirdik. Formal olaraq da olsa bəzi müstəqilliyimiz var idi. Amma 1922-ci il 22 dekabr ayının 10-da Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR bunlar birləşirlər və ZSFSR yaranır. Yəni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikalar. ZSFSR dediyimiz qurum yaranır 1922-ci il dekabr ayının 10-da. ZSFSR-in yaranması ilə artıq biz formal müstəqilliyimizi itirmiş oluruq. Niyə? Çünki hətta qeyd edilir ki, Azərbaycanın xaricdə olan diplomatik nümayəndəliyi belə bağlanır. Nümayəndəliyi. Çünki artıq sənin adın Azərbaycan deyil, Azərbaycan Sovet Sosialist Respublikası deyil. Sən artıq təmsil olunursan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası olaraq. Yəni tək deyilsən, Azərbaycan artıq yoxdur. Formal müstəqilliyimizin ləğvi ZSFSR-in yaranması iləndir. Formal müstəqillik üstdən xətt. Xaricdə də nə bizim orqanlarımız falan var idisə, hamısını bağladılar. Ondan 20 gün sonra 1922-ci il dekabr ayının 30-da Ukrayna SSR, Belarusiya SSR, RSFSR və ZSFSR birləşəcəklər, yaradacaqlar Sovet Sosialist Respublikalar İttifaqını. 1922-ci il dekabr ayının 30-da yaranacaq SSR. SSR yarananda biz SSR-nin tərkibinə birbaşa daxil olmamışıq. Çünki dediyimiz kimi ZSFSR idik biz o dövrdə. 1924-cü ildə SSR-nin birinci konstitusiyası qəbul edilir. 1936-cı ildə SSR-nin ikinci konstitusiyası qəbul edilir və SSR-nin 1936-cı ildə qəbul edilən ikinci konstitusiyasına əsasən ZSFSR ləğv ediləcək və ZSFSR-in ləğv edilməsi nəticəsində Azərbaycan 1936-da artıq ZSFSR ləğv edildi. Biz çıxdıq, Azərbaycan çıxdı, Ermənistan çıxdı, Gürcüstan çıxdı və 1936-cı ildə biz birbaşa SSR-nin tərkibinə daxil edilmiş olduq. Niyə? Çünki ilk SSR-nin tərkibinə daxil olunanda ZSFSR idi. İndi ZSFSR ləğv olundu və biz birbaşa 1936-cı ildə daxil olduq SSR-nin tərkibinə. Bu formal müstəqilliyin ləğvi və yenidən bərpası məsələləri. Ondan sonra gəlirik bu dövrdə Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdlər məsələsinə. Ümumiyyətlə ərazi bütövlüyümüz necə dəyişib, hansı proseslər baş verib Azərbaycanda, onları qeyd edəcəyik. Təbii ki, əsas problemlər bizim qonşularımızla, bir də öz içərimizdə Naxçıvan və Qarabağda yaşadığımız problemlərdir. Birinci başlayaq Naxçıvan məsələsindən. Baxaq görək Naxçıvanda nə görürük biz. Bayaq qeyd elədik ki, Naxçıvan Azərbaycanda ən gec sovetləşən bölgə olub. Niyə? Çünki 1920-ci ildə bizdə sovetləşmə olandan sonra 20-ci ilin iyunda türklər Veysəl bəyin başçılığı ilə gələcəklər Naxçıvana. Ondan sonra 1920-ci ilin iyul ayında isə ruslar gələcəklər Naxçıvana və Naxçıvanda bir iki hakimiyyətlik yaranacaq. Naxçıvanda bir iki hakimiyyətlik. Ondan sonra 20-ci ilin avqust ayında bir Moskva, yəni elə belə Moskva müqaviləsi olacaq Türkiyə ilə Rusiya arasında Naxçıvan məsələsi ilə bağlı danışıqları nəzərdə tutacaq bu müqavilə və o müqavilədən sonra 1921-ci ilin mart ayında Moskvada, bu artıq konkret əsas bizə lazım olan müqavilədir. Türkiyə və RSFSR arasında Moskva müqaviləsi imzalanacaq. Bu Moskva müqaviləsinə əsasən burada göstəriləcək ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar qurum elan edilir, bizim qəyyumluğumuz altındadır və Azərbaycan onu heç bir üçüncü ölkəyə güzəştə gedə bilməz. Rusiya ilə Türkiyə bunu öz aralarında qərarlaşdırdılar. Ondan sonra 1921-ci ilin oktyabr ayında artıq Naxçıvan bizdə də axı biz hardayıq? Bizdəki Azərbaycan, Gürcüstan, Ermənistan, Qafqazda olan dövlətləri Türkiyə, RSFSR və həmin o Cənubi Qafqaz dövlətlərinin hamısının iştirak etdiyi Türkiyə, Rusiya və Cənubi Qafqazın 3 dövlətinin iştirak etdiyi Qars müqaviləsi imzalanır və Qars müqaviləsi bir daha Moskva müqaviləsini və deyilən faktları
təsdiq edir ki, həqiqətən də Naxçıvan Azərbaycanın tərkibində qalacaq. Bəs Naxçıvanda Muxtar Qurum nə zaman yaradılır? Naxçıvanda da Muxtar Qurum 1924-cü ildə yaradılacaq. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycanın himayəsi altında. Lakin sonralar 1929-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisi müəyyən bir qədər azaldılacaq, kiçildiləcək. Çünki onun ərazisindən torpaqlar veriləcək Ermənistan, SSR-ə. Hətta 1929-cu ildə biz Zəngəzurun da bir hissəsinin itirilməsini görəcəyik ki, onunla da Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsi kəsilmiş olacaq. Daha sonra davam eləsək, Qarabağ haqqında danışsaq bu dövrdə, Qarabağ ümumiyyətlə ermənilər sovetləşəndən sonra Rusiya ilə başlayırlar bu ərazilər uğrunda mübarizə aparmağa. Bu mübarizələrin içərisində Qarabağdır, Naxçıvandır, bu ərazilər Zəngəzurdur, bir növ mübahisəli ərazilər elan edilmişdi. Düzdür, Naxçıvan məsələsindən danışdıq, Naxçıvan məsələsi həll olundu. Qarabağ məsələsinə gəldikdə isə Qarabağın həll olunması üçün 1921-ci il 5 iyulda Qafqaz bürosunun iclasında, plenumda qərar çıxarılır ki, bəs Qarabağda Muxtar vilayət təşkil edilsin, mərkəzi də olsun Şuşa. Mərkəzi Şuşa olmaqla Qarabağa muxtar status verilsin. Sadəcə 21-ci ildən sonra bu proses biraz gecikir. Araya ZSFSR-in və SSR-nin yaranması düşür deyə 21-ci ildə verilən qərar həyata keçirilmir. Nəhayət 1923-cü ildə iyul ayının 7-sində Dağlıq Qarabağın muxtar vilayət statusu təsdiq edilir. Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı. Amma bu dəfə yaradılanda mərkəz olacaq Xankəndi. 5 iyulda demişdilər mərkəz Şuşa olsun, belə bir şey təsdiq eləmişlər, amma yaradılanda 23-cü il 7 iyulda mərkəz Xankəndi olur, sonra da Xankəndinin adını dəyişirlər, qoyurlar Stepan Şamiyanın şərəfinə, o da Bakı Xalq Komissarları Sovetinin rəhbəri idi. Bu belə. Ondan sonra gələk bizim qonşularımızla olan ərazi mübahisələrimizə. Belə ki, təbii ki, əsas ərazi mübahisəmizin olduğu qonşumuz Ermənistandır, digəri isə Gürcüstandır. Gürcüstan məsələsindən danışaq. Ümumiyyətlə, Gürcüstanla bizim ərazi mübahisəmiz AXC dövründən var idi, amma orada da dinc yolla biz bunu həll eləmişdik, burada da dinc yolla həll eləmişik. Yəni, Gürcüstanla olan ərazi mübahisəmiz yalnız dinc yolla həll olunub, hər hansısa bir hərbi əməliyyat fonuna keçməyəcək. Əsas mübahisəmiz də nəyin üzərində idi? Zaqatala üzərində. Azərbaycan SSR dönəmində Zaqatala üzərindədir, AXC dönəmində isə Borçalı üzərindədir. Zaqatala üzərində ərazi mübahisəmiz Azərbaycanın xeyrinə həll edilir. Belə ki, Zaqatala qalır Azərbaycanın tərkibində. Sadəcə Zaqatalaya keçmiş Zaqatala dairəsinə məxsus olan əkin və otlaq sahələrinin bir hissəsi verilir Gürcüstanın Sığınaq qəzasına, əkin və otlaq, belə xətt çəkirəm, Sığınaq qəzası, bu belə. Daha sonra Borçalını 1921-ci ildə Ermənistan SSR və Gürcüstan SSR arasında bölünür və Gürcüstana bir də verdiyimiz ərazi var, Yuxarı Qarayazı hissəsi. Yuxarı Qarayazı 1922-də də budur. Gürcüstanla məsələmizi belə həll elədik, müqavilə imzaladıq və problemlər həll olundu. Ermənistanla məsələlərə gəldikdə isə ermənilərin iddiaları daha çoxdur. Ermənilərin iddiaları birinci 1920-ci ildə bunlar Sovet Rusiyası ilə müqavilə imzalayır. O bayaq dediyimiz məsələ ki, Şərur Dərələyəz ermənilərə verilir. 1920 Şərur Dərələyəz verilir ermənilərə. Qarşılığında isə Naxçıvan, Qarabağ və Zəngəzurda mübahisəli ərazi elan edilir. O proseslər Naxçıvanla və Qarabağ necə təşkil edildi, necə problem həll edildi, onu gördük. Zəngəzur məsələsinə qayıtdıqda isə 1921-ci ildə Zəngəzurun qərb hissəsi, Qərbi Zəngəzur və yaxud Yuxarı Zəngəzur, bu da veriləcək Ermənistana. Zaten zaman-zaman 20-ci illərin sonlarına qədər Azərbaycanda Ermənistana ərazi verilmə prosesi davam edəcək. Burada yazaq Qazaxdır, Cəbrayıldır, daha sonra Qarabağ Muxtar vilayətidir, Dağlıq Qarabağ, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, Zəngəzurun şərqi, qərbi, bu ərazilərin hər birindən Ermənistana torpaqlar veriləcək. Ən sonunda 29-cu ildə Zəngəzurun bir hissəsinin verilməsi ilə biz Naxçıvanla artıq quru sərhədimizdə itirmiş olacağıq. Ermənistanla da olan məsələlərimiz əsasən bunlardan ibarətdir.
Bunları qeyd edəndən sonra keçirik son iki hissəmizə. O qalan iki hissəmizdə bir Azərbaycandakı iqtisadi siyasətlərdir, Sovet Rusiyasının həyata keçirdiyi, bir də Azərbaycan 2-ci Dünya müharibəsi illərində. İndi iqtisadi siyasətlərə gəlsək, görək ki, biz burada hansı iqtisadi siyasətləri görürük. Ümumiyyətlə, Azərbaycan Sovetləşəndən sonra gördüyümüz 4 əsas iqtisadi sistem var. İndi onlar hansılardır, onları qeyd edəcəyik. Baxaq görək, hansı yaxşıdır, hansını özümüzə xeyirli götürə bilərik, hansı daha çox zərər vurub bizə. Deməli, dedik ki, 4 dənə iqtisadi sistemimiz var. Bunlardan birincisi 1920-1921-ci illərə əhatə edən hərbi kommunizm siyasətidir. Niyə hərbi kommunizm? Çünki bu dövr biz Rusiyanın özünə baxanda, Rusiyada vətəndaş müharibəsi var idi. 18-20-ci illərə əhatə edən. 20-ci ildə nəhayət bolşeviklər ağ qvardiyaçılara qalib gələcəklər və vətəndaş müharibəsi bitəcək. 1920-ci ildə Azərbaycan Sovetləşəndən sonra ilk dövrlər, hələ ki bu üsyanların filan baş verməsinə görə Rusiya fikirləşir ki, ilk vaxtlar Azərbaycanda da iqtisadi sistemi hərbi kommunizm olaraq qurum. 1920-ci ilin avqust ayında taxıl ticarəti tamamilə inhisara alınır. Sentyabrda isə ərzaq sapalağının tətbiq edilməsi ilə bizdə artıq hərbi kommunizm dövrü başlayır. Deməli, biz burada nə deyirik? Ərzaq sapalağı. Ümumiyyətlə, hərbi kommunizm nədir? Hərbi kommunizm, yəni iqtisadiyyatın hərbinin tələblərinə uyğunlaşdırılmasıdır. O da dinc dövrdə ciddi şəkildə əhalinin müflisləşməsinə səbəb olur. Çünki sapalaq o deməkdir ki, sən məhsulun böyük bir hissəsini kəndidən qoparırsan, ona kiçik bir hissə həyat və yaşaması üçün lazım olan kiçik bir hissə verirsən ki, hə, al bununla yaşa, növbəti gün yenidən ged işlə. Yəni, ərzaq sapalağı ümumiyyətlə hərbi kommunizmdə kəndlinin əməyə marağı itir. Çünki ümumi əmək mükəlləfiyyəti tətbiq edilib, bazar münasibətləri ləğv edilib, kəndi artıq qalan məhsulun bazara çıxara bilmir. Artıq qalan məhsul birbaşa dövlət tərəfindən gəlir, milliləşdirilir, aparır. Səndən qoparılır, aparır. Belə olanda sən də deyirsən ki, onda mən əgər fərqi yoxdur, mən 100 kilo taxıl istehsal eləsəm, 10 kilo taxıl istehsal eləsəm, yenə mənə onsuz da ən sonda biraz istifadə edəcəyim miqdarda taxıl verəcəklər, böyük bir hissəsi gedəcək dövlətin sərəncamına. Buna görə fikirləşirsən ki, nəyə görə özümü öldürüb çox taxıl istehsal edirəm ki, vəbşə ilə az eləyərəm. Yəni, kəndinin əməyə marağı itir. Belə olanda iqtisadiyyat zəifləyir. İqtisadiyyat zəifləyəndə Rusiya deyir ki, aha, nə etmək lazımdır? Dəyişiklik eləmək lazımdır. Necə eləyək o dəyişikliyi? 1921-ci ildə biz artıq Azərbaycana yeni bir iqtisadi sistemə keçəcək. 1921-1925-ci illərə əhatə edən yeni iqtisadi siyasət. YİS dövrü. Yeni iqtisadi siyasət. YİS-ə keçid yolunda ilk addım 1921-ci ildə Azərbaycanda ərzaq sapalağının ləğv edilməsi və onun yerinə çanaq vergisinin tətbiq edilməsidir. Çanaq vergisi də könüllü məhsul rüsumudur. Könüllü rüsum. Daha sonra 1922-ci ildə ərzaq vergisi tətbiq edilir və ərzaq vergisinin tətbiqi ilə də YİS-ə keçid tamamilə başa çatmış olur. YİS dövrü ümumiyyətlə yaxşı bir dövrdür. Ticari cəhətdən baxanda əhalini nəzərə alsa, necə yaxşı bir dövrdür? Azad ticarətə icazə verilib dövlətin daxilində. Yəni, dövlət daha çox xarici ticarət üzərində inhisara sahibdir. Yəni, daxildə nə edirsənsə elə apar, nə qədər məhsul istehsal edirsən, bazarda sat, heç kim sənə heç nə deməyəcək. Sonra kəndlinin öz əməyinə marağı artır. Kənd təsərrüfatına muzlu əməkdən istifadəyə icazə verilir. Neft mədənləri sistem olaraq yenidən qurulur. Bakı buxtasında yeni neft yataqları aşkarlanır. Azərbaycanın bir çox bölgələrində yeni fabriklər açılır. Məsələn, Bakıda, Gədəbəydə Bakıda Tovuzda sement zavodu, Gədəbəydə mis əritmə zavodu, bunlar hər biri YİS dövründədir Azərbaycanda. Lakin bir müddətdən sonra 1925-ci ildə Rusiya baxır ki, tamam, biz kommunizmik, amma bunlar kapitalizm, yəni YİS biraz yox da, yəni kommunist sistemə baxanda kapitalizmə daha yaxın olan bir anlayışdır və istər-istəməz görür ki, burada artıq qolçomaqların və ortabab kəndlilərin xüsusi çəkisi artır. O da onların kommunizm anlayışına, yəni bərabərlik anlayışına zidd olduğu üçün 1925-ci ildə YİS prinsiplərindən imtina edir və Azərbaycanda 1925-də qərar verilir, amma 26-da keçilirdi. Mən də burada 1926 yazacağım. 1926 sənayeləşdirmə. Sənayeləşdirmə ümumiyyətlə nədir? Əsasən
ağır sənayeyə diqqətin yönəldilməsi, yəni sənayeləşdirmə illərində Azərbaycanda əsas diqqət yönəldilib neft sənayesinə ilk olaraq, ikincisi isə elektrik enerjisi sənayesinə, yəni ağır sənaye sahələrinə. Dövlət deyir ki, artıq biz yüngül sənaye sahələrinin yeni iqtisadi siyasət dövründə inkişafını görmüşük. Bir da ağır sənaye sahələrinə baxaq. Sənayeləşdirmə dövründə artıq YIS prinsiplərindən imtina var deyə daha sərt tədbirlər görürük. Bürokratik sistem görürük, bir növ inzibati amirlik sistemi görürük və sənayeləşdirmə dövründə də hər nə qədər belə qatı qaydalar, qanunlar olsa da bəzi yeniliklərimiz var. Bunlar nələrdən ibarətdir? Məsələn, istilik elektrik stansiyalarımızın açılması, Şəkili, Qaryagin filan bu ərazilərdə. Daha sonra Bakı-Batum neft kəmərinin yeni 1930-cu illərdə tikintisinin başa çatdırılması, bərpasının başa çatdırılması sənayeləşdirmə illərindədir. Azərbaycanın aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilməsi bu dövrdədir. Gəncənin Azərbaycanın ikinci sənaye mərkəzi olması hamısı bu dövrə təsadüf eləyir. Bakıda elektriklə işləyən dəmir yolunun salınması hər biri sənayeləşdirmə dövründədir. Məsələ də belə olanda sənayeləşdirmə əsasən şəhərlərdə getdiyi üçün, fabrik və zavodlarda getdiyi üçün əhalinin kənddə yaşayan hissəsi şəhərlərə axın eləmək istəyir, şəhərlərə gəlmək istəyir və gəlib burada sənaye sahələrində çalışmaq istəyirlər. Belə də olanda Sovetlər fikirləşir ki, okey, kəndlər gəldilər şəhərə, bəs kənd təsərrüfatı hansı işdə qalacaq, kənd təsərrüfatı necə olacaq, onu necə tənzimləyəcək, onu da tənzimləmək üçün 1929-cu ildən etibarən kənd təsərrüfatının illiklə kollektivləşdirilməsinə başlanılır. Kollektivləşdirmə. Yəni, fərdi kəndə təsərrüfatlarının ləğv edilməsi və onların ümumi kolxozlarda, savxozlarda birləşdirilməsi, ümumi təsərrüfatların yaradılması, ümumi əmək mükəlləfiyyətlərinin tətbiq edilməsi, plus kollektivləşdirmənin yaradılmasında əsas məqsədlərdən biri də bayaq qeyd etdiyimiz qolçomaqlar, varlı kəndlilərə qarşı mübarizənin aparılması idi. Çünki dediyimiz kimi, yəni bu iqtisadi sistemə, yəni siyasi formasiya, kommunizmə uyğun deyildi. Varlı kəndli anlayışı və ya ümumiyyətlə varlı kasıb anlayışı ümumi prinsipə dayandığı üçün kollektivləşdirməni gətirirlər 29-cu ildə. Bir də 29-cu ildə onu da yadımızda saxlayaq ki, məhsulların bölgüsündə talon və yaxud kartoçka sistemi tətbiq ediləcək bu dövr üçün. Kollektivləşdirməni həyata keçirdi. Təbii ki, kollektivləşdirməyə qarşı 1930-cu ildə Azərbaycanda üsyanlar olacaq. Yenə üsyanlarımız Naxçıvandır, Ordubaddır, Şəkili, Zaqataladır, Şəmkirdir. Azərbaycanın bir çox bölgələrində üsyanlarımız var. Yəni belə rahat şəkildə həyata keçirilməyib bu kollektivləşdirmə. Və bu bayaq dediyimiz ki, kəndlər şəhərə gəlmək istəyirlər, şəhərdə yaşamaq, orada işləmək istəyirlər. Ümumi daxili miqrasiya prosesində kəndliləri geriyə atmaq üçün, yəni ki, onları kənd təsərrüfatında işləməyə sövq eləmək üçün 1932-ci ildə SSR-də pasport sistemi tətbiq edilsə də, kəndliyə pasport verilmir ki, sən qalırsan öz kəndində, orada yaşayırsan və oradakı təsərrüfatı inkişaf etdirirsən. Ümumiyyətlə, bu proseslər filan Azərbaycana nisbətən ləngidir kollektivləşdirmə, çünki Azərbaycanın kəndisinə fərdi təsərrüfat daha yatqın idi, nəinki ümumi təsərrüfat anlayışı. Buna baxmayaraq 5 illik planlar olsun, ümumi birinci, ikinci, nəhayətində 1937-ci ildə deyirlər ki, hə, kolxoz quruculuğu bizdə başa çatdı qalibiyyətlə. Ümumi olaraq 30-cu illərdə biz yenə repressiyalar görürük. Repressiyalar daha çox bu dövrdə əsasən yenə idarə etmədə işləyən şəxslər üçündür. Bir də artıq fərqi yoxdur. Yəni kim çıxdı qarşılarına, sadə insandır, nə bilim fəhlədir, kimdirsə, hər kəsin repressiyaya məruz qalmaq kimi bir şansı var. Bir də bu dövrdə 37, 36, 38-ci illərdə daha çox elm və mədəniyyət xadimləri də repressiyalara məruz qalacaq. Ona görə 20-ci illərdə də repressiyalar var, 30-cu illərdə repressiyalar var, 40-cı illərdə müharibədən sonra da repressiyalar olacaq. Müharibə demişkən, bir dənə də müharibədən danışaq. Azərbaycan 2-ci Dünya müharibəsi illərində. Baxaq görək, burada nə var, nə yox. Ümumiyyətlə, 2-ci Dünya müharibəsi yaxşı müharibədir. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlayır 2-ci Dünya müharibəsi illərində Azərbaycan. Almaniyanın Polşa üzərinə hücumu ilə başlayır. Sadəcə 1939-cu ildə biz SSR-nin tərkibindəyik, Azərbaycan Sovet Sosialist Respublikası olaraq. 39-cu ilin avqustunda da SSR ilə Almaniya
arasında bir-birinə hücum etməmək haqqında müqavilə imzalanıb. SSR oturub özü üçün keyf eləyir ki, zaten Almaniya mənə müharibə eləyən deyil. Keçsinlər özləri nə edirlərsə eləsinlər. Amma 1941-ci il iyun ayının 22-sində 1941-22 iyunda Almaniya SSR üzərinə hücuma keçir. Birdən-birə SSR görür ki, aha müharibənin içərisindədir. Hətta Almaniyanın SSR-ə qarşı hücum planı da var. Bu plana biz deyəcəyik Barbarossa. Hitlerin planıdır. Barbarossa ildırım sürətli müharibə planı. Bundan əlavə Almanların Qafqaza hücum planı da var. Bakı neftini ələ keçirmək istəyirlər. Bu planımız da adlanır Edelweiss planı. Niyə Almaniya SSR-ə hücum eləyir? Çünki müharibənin ilk başlarında 39-40-cı illərdə SSR qış müharibəsi aparırdı Finlandiya ilə. Burada mühərriklər müharibəsi deyirlər. Bu müharibədə SSR məğlub olur. Məğlub olanda Almaniya baxır ki, SSR əslində mənim gözümdə böyütdüyüm qədər belə güclü bir dövlət deyilmiş, məğlub eləmək olarmış. Finlandiya qalib gələ bilmədisə, onda görə SSR nə gündədir, mən də hücum eləsəm, mənə də qalib gələ bilməyəcək. Amma vəziyyət elə gətirir ki, 1941-ci ildə müharibə elan edir, lakin 41-ci ildəki prosesdə, 42-43-cü illərdə Almanlar Sovet qüvvələrinə qalib gələ bilmirlər. 1941-ci ildə Moskva döyüşü olur. Moskva döyüşündə məğlub olacaqlar. 1942-ci ildə əsas diqqətləri Stalingrad üzərinə, oradan da Qafqaza keçmək idi. Ona görə Stalingrad döyüşünü neft uğrunda böyük döyüş adlandırırlar. Stalingradda məğlub oldular, Moskvada məğlub oldular. Hətta 1943-cü ildə Kursk döyüşündə, yəni müharibənin ən böyük tank döyüşündə yenidən məğlub olacaqlar. Və soruşsaz ki, burada Azərbaycanın payı nədən ibarətdir? Biz Azərbaycan olaraq SSR-nin tərkibindəyik və məcburuq ki, o müharibədə iştirak edirsə, biz də ona kömək edək. Köməyimiz də əsasən nədən ibarətdir? İqtisadi sahədə neftdir, təbii ki, yəni əsasən neftimiz var deyə. SSR-yə hardasa 70% nefti biz vermişdik, digəri isə canlı insan qüvvəsidir. Canlı insan qüvvəsindən danışanda əsas bu şəxsləri, diviziyaları filan bilməliyik ki, nə var, nə yox. Birinci diviziyalardan danışsaq, 5 dənə diviziyamızın adını çəkəcəyik. 77-ci diviziya 1920-ci ildə yaranıb, adı Simferopol diviziyasıdır. Ukraynadır, Kiyevdir, Şimali Qafqazdır, bunların azad edilməsinə iştirak edib. 1938-ci ildə ləğv edilir, 1941-ci ildə yenidən komplektləşdirməyə başlayırlar. Daha sonra 402-ci diviziya var. 402-ci diviziya 1941-ci ildə yaranıb. Şimali Qafqazda əsas döyüş yolu keçib, lakin sonradan 416-cı diviziya ilə birləşir. 416-cı diviziya var. Diviziyamız 1942-ci ildə yaranıb. Taganrog diviziyasıdır diviziyanın adı. Ümumiyyətlə Şimali Qafqazdan daha doğrusu Berlinə qədər ən uzun döyüş yolu keçən diviziyadır. Zaten adına baxanda görürsünüz, ən uzun ad bundadır. Belə yadımıza saxlayaq. Taganrog Berlinə qədər gedib çıxıblar. Daha sonra var 223-cü diviziya, 1941-ci ildə yaranacaq, adı Belqrad diviziyasıdır. Bu da Belqradın, Rumıniyanın, daha sonra Polşa, Çexoslovakiya, Qafqazın işğaldan azad edilməsində iştirak edir. Bir də var 271-ci diviziya, 1942-ci ildə yaranacaq, eyni Polşa, Çexoslovakiyanın işğaldan azad edilməsində iştirak edəcək bu diviziyalarımız. Diviziyalarımızdan əlavə canlı insan qüvvələrimiz də var, müharibədə iştirak edən və Sovet İttifaqı qəhrəmanı adını alanlar da var, almayanlar da var. Birinci başlayacağıq Sovet İttifaqı qəhrəmanı adını alanlardan, görək kimlər alıblar. Azərbaycanda ilk Sovet İttifaqı qəhrəmanı adını alan İsrafil Məmmədovdur. Novgorod şəhəri Pustinka yaxınlığındakı döyüşdə iştirakına görə İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanı adını alan Azərbaycanlı olur. Daha sonra 2 dəfə Sovet İttifaqı qəhrəmanı adı alan Azərbaycanlımız var. Bu Həzə Aslanovdur. Həzə Aslanov 1942-ci ildə alır İttifaq qəhrəmanı adını. Bir də Stalingrad uğrundakı döyüşlərdə, bir də 1944-cü ildə Belarusun azad edilməsi uğrunda döyüşlərdə verəcəklər. Amma 1944-də qərar verilsə də, rəsmi şəkildə 1991-də verilir ona ölümündən sonra. Qarşısına yazaq 1991. Əsasən bunun mil və sertifikasiyada istifadə edirlər çox olaraq. Həzə Aslanovla birlikdə Stalingrad döyüşlərində Azərbaycanlılardan iştirak edən var idi. Ziba Qəniyeva snayperçi idi. Züleyxa Seyid Məmmədova təyyarəçi idi. Yaqub Quliyev yenə eyni şəkildə onlarla birlikdə bu proseslərin içərisində iştirak edib. Daha sonra bizdə var burada Qafur Məmmədov, Şimali Qafqazda döyüş yolu keçib, Sovet İttifaqı qəhrəmanı adı alıb. Gəray Əsədov,
Rumıniya Marçitada öz bədənini pulemyotin qapağına sipər edib. Sovet İttifaqı qəhrəmanı adı alıb. Xıdır Mustafayev Ukrayna Kiyevin azad edilməsində İttifaq qəhrəmanı adı alacaq. Ziya Bünyadov 1945-ci ildə Çexoslovakiya və Polşanın azad edilməsində iştirakına görə alacaq Sovet İttifaq qəhrəmanı adını. Daha sonra Adil Quliyev təyyarəçimizdə düşmənin 18 təyyarəsini məhv edəcək deyə ona bu Sovet İttifaqı qəhrəmanı adını verəcəklər. Ondan əlavə olaraq bizim var partizanlarımız. Bu partizanları belə 3 qrupa bölünəcək. İtaliya və Yugoslaviyada iştirak edən partizanlarımız bu Mixailo ləqəbli Mehdi Hüseynzadə və onun döyüş yoldaşı Cavad Həkimi. Mehdi Hüseynzadəyə də ölümündən sonra verilib 1957-ci ildə. Daha sonra İtaliyada Mussolini'nin həbs edilməsinə iştirak edən partizanımız var, Vilayət Hüseynov. Bir də Fransada iştirak edən partizanlarımız var, Əhmədiyyə Cəbrailov və Daniel Abdullayev. Bunlar Fransanın hərbi xaç ordeni ilə təltif edilmiş Azərbaycanlılardır. Sonra müharibə dövründən Azərbaycana nə deyə bilərik? Onu deyə bilərik ki, ümumiyyətlə müharibə dövründə bu görəcəyiniz şeylər var. Kerosin benzin zavodu, təyyarə təmiri zavodu 42-ci ilin əvvəllərində, Katyuşa raketi, müəyyən reaktiv qurğular. Bunları gördünüzsə, avtomatik bilin ki, müharibə dövründə hazırlanmış, ərsəyə gətirilmiş məhsullardır. Sonra neftin vaqonların ilk dəfə gəmilərin arxasına bağlanaraq daşınması hər biri müharibə dövrünə aiddir. Çünki ehtiyac var idi bu sistemlərə. Belə, bu dövrlə deyəcəyimiz son 2 məsələni də deyim, yekunlaşdıraq. Kimlərin adını qeyd eləməmişəmsə, ola bilər kimlərsə yaddaşımdan çıxıb, Sovet İttifaqı qəhrəmanını, onsuz da oxuyanda özünüz görəcəksiniz. Son qeyd edəcəyim bir şey odur ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası açılır. Müharibə dövründə mədəniyyətə ayrılan hadisədir. Bir də Yusif Məmmədəliyev tərəfindən yüksək oktanlı təyyarə benzini hazırlanır. O da müharibə dövrünə aiddir. Belə. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarında görüşənə qədər hələlik.